80'e qədər yoxsa ona baxaq mənim. Birinci bölmə 80-ə qədər yoxsa hansı kompüter cinayətkarlığına aid deyil? Budur da kompüter texnikasının oğurlanması. Kompüter 80 te yəni. O hə, aparata aiddir. Aha, onu bilirəm. 80. Sadəcə bilirəm bunu. Yadımda saxlaya bilmirəm 80. Belə kitaba baxanda yadıma düşür. Necə edə bilərəm daha asan yolla yadda saxlayayım. 80. G2C, G2B, G2G. G2G hökumət hmm, hökumət Müəllim, bana hökumət. soruşdu. Government, bu business, cıda citizens, vətəndaş, belə Bəli. yaddan çıxmalı. Aha. O hamısı ingiliscəsinin qısaldılmışı da olar. Başqa üsul yoxdur. Yadımda Yox. qalmadı. Yox, başqa necə yadda saxlamaq olar? Yaxşı mənim. Burada yoxsa heç kimin burada ikinci bölmədən 34. Hə, Hüsam. İkinci bölmədən 34. Buradaydı, hə? İnformasiya sistemləri 34. Ekspert sistemlərində nəyə aid etmək olar? Sistemləri, informasiya axtarış sistemləri. Bura üstündə C-yə aid eləmək olar da ancaq. İdarə etmə sistemləri, eləmi? B variantı olacaq da. Nəqliyyat sisteminin idarə edilməsi sistemlərini. Ekspert sisteminin mahiyyətində duran şey nədir? Biliklər. Əsas bilikdir. Yəni belə deyək də, mövcud olan baza bilikləri əsasında yeni biliklərin əldə olunmasıdır. Ekspert sistemlərinin mahiyyətində duran şey odur. Burada da ya da yeni biliklər, yeni idarə etmə və s. Mövcud vəziyyətdən çıxış yolunu tapmaq. Yəni qalan budur da, B variantıdır burada. Bildim mənim. Sonra Məndə qalmayıb. kimdəsə var mı buradan sual? Hə, müəllimlər. Ee, 45 45. yazıb. 3V var idi da bizdə. Hər vaxt xeyir mənə. Vocabulary, variety, bu yoxdur da C, hə? Səs. Bu elə nəzəriyyənin özündə birbaşa var idi məncə. Bəli, var müəllim, 3-dür. Velocity, A variantı yoxdur. Bəli. Nə idi bu? Müəllim, bir də siz demişdiniz ki, bu informasiya cəmiyyəti mövzusunu bizdən soruşacaqsınız. Bir gün dərs təşkil eləyib, belə bir şey demişdiniz. Hə, bu nəzəri mövzunun əslində soruşmaq lazımdır. Prosta sağ olsunlar, bizdə şeydir də. Nədir? Hamını eyni vaxtda tapmaq. Ümumiyyətlə bir gün təyin eləyib, bu nəzəri mövzuların hamısını soruşmaq lazımdır, təkcə bunu yox. Belə proqram təminatı, əməliyyat sistemləri, onları da soruşaq. Sonra nəyimiz vardı buradan? O şeydən qalıb, sual kimdəsə. Buradan.
Hə, müəllimlər. Tamam. Peşə baxardınız. Necə müəllimə? Səssiz qırıla-qırıla gəlir, eşitmədim. Müəllim. Beş. Budur. Ver- Saydıq əs. Deyir bunlardır da. Nəzəriyyənin içində vermişəm 3 V terimini. Həcm, emal etmə, bir də verilənlərin müxtəlifliyi, çeşidliyi. Bir dənə bu yoxdur, hə, müqabilələri. Əgər buradakı 45-i nəzərdə tutursa budur. Sonra var mı burada başqa? Tamam. İndi biz növbəti nəyə baxmalıyıq buradan? Aparat təminatı, əməliyyat sistemi vermişdiniz. Siz elə sizin öz kitabınızdan baxaq birinci. Proqram təminatı, əməliyyat sistemi. Aha. Neçə baxaq indi buradan proqram təminatından? Mənim sualım yəni axırları doğru var mənim. Kimdə nə sual varsa desin baxaq ki yekunlaşsın da yəni buradakı suallar. 136. Bu qədər yoxdur. 136. Antivirus proqramlarının tiplərinə aid deyil. A variantı arxivləşdirmə aid deyil. Müəllim 125-ə baxa bilərik. Təbii ki. Layihələrin fərdi planlaşdırılması və idarə olunmasını icra edən Office proqramları. Düzdür, mən onu belə məntiqlə yazmışam proyekt. Amma onu yəni 125, 126 bizə düşər müəllim bu sertifikasiya bu tipli. İnşallah ki düşməz. Amma yəni bilib, yəni var deyə belə bir şey salmışam ona. Sonra neçə? Olsa orada 2 dənədir də, 3 dənə proqramda SharePoint servisi, Project-i, bir də Visio-dur. Visio vizuallaşdırma üçündür. Project layihələr üçündür. SharePoint-də üçündür. Siyahıların köməyi ilə idarə etmə. Sonra neçəyə baxırıq növbəti? 111-ə baxaq mənim. 111. Aha, bəli. Virusların növləri yoxdur. Hansı növləri yoxdur? Müfəttiş deyə bir növü yoxdur, elə deyilmi? Bəli, mən səhv oxumuşam sualı. Bir də Vardır, vaksin yoxdur, 1.6. Mən virusları axtarmışam orada. Müəllim 129-a da baxardıq da. 129, tamam. Dedilər ölür zat. Sonra qaldı. 129. Hamster proqramı. Hamster arxivləşdirmə proqramıdır. Sistem proqramlarına aiddir. Bəli. Ümumiyyətlə ham proqramı nədir onu başa düşməmişdim ona görə. Bilmədim o nəyə aiddir. Hə, hamster seyri. O nəzərdə verməmişəm onun adı. Məncə vermişəm axı. Rastıma çıxmadı xeyr. Ha. Sonra neçə?
Müəllim, bunlar hamısı nəzəri suallardır deyə, yəni mənim sualım yoxdur, bilmirəm. Siz keçək bunu, bilmirəm. Bu kimdəsə varsa başa düşmədiyi bir şey desin, baxaq bu da. Mən də bilmirəm, ona görə yəni baxmayaraq ki nəzəridir, amma onlarda kimsə bəlkə nəsə başa düşməyib. Məndə yoxdur mənim. Tamam, yoxdur, lap yaxşı. Elə heç kimdə yoxdursa keçək onda şeyə. Əməliyyat sistemini də vermişdiniz müəllim elə bu testdən. Bəli, əməliyyat sistemi bax. Hə, demişdim ki, Windowsa qədər ki işləyəkdə Windowsa ehtiyac yoxdur. Müəllim, məndə 142 var burada. Daha doğrusu Əməliyyat. 142 başa düşməmişəm. 142, 143. Neçə? 136. 136. Obyekt yönümlü interfeys. Obyektlər üzərində əməliyyatlı bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir. Y variantı. Ən belə sadə dildə desək budur da. İndi gördüyümüz obyekt yönümlü interfeysdir. Birbaşa obyektlərin özləri üzərində əməliyyat aparıram. Sonra 142, 143. 142, 143. Burada 142-də həcmə baxıram ki, bu qədərdir. Amma diskdəki həcmi bu qədərdir. Demək ki, nəyə diqqət eləmək lazımdır? 192 əgər diskdəki həcmidirsə, klasterin həcmi elə bir ədəd olmalıdır ki, 92-ni tam bölsün. Başa düşüldü? 92-nin bölündüyü ədədlər burada 2-dir, bir də 4-dür. Yerdə qalanlar bölünmür heç biri. İndi əsas məsələ nə qaldı bizdə? Deməli, 4-dürmü yoxsa 2-dirmi? Əgər 2 olsaydı klasterin həcmi, 89,2 kilobayt olan faylın həcmi normalda olmalı idi nə qədər bizdə? 90. 89,2 88 ilə 90'ın arasında yerləşir. Yəni 90 götürə bilərdim. Amma 92'dir burada. Deməli ki, o da deyil, 2 də deyil. Qalır nə qədər? 4 kilobayt. Mütləq 4 kilobayt olmalıdır ki, 92 ola bilsin. Aydındır müəllim. Bir də müəllim 143-ə baxaq. Bunu heç başa düşmürəm. Coderada da var. Deyək ki, Windows 10'da yaradılmış mətin faylı ardıcıl dəyişikliklərdən sonra adları ilə yaddaşa göndərilmişdir. Bu zaman C diskində, bax disklərə baxıram, C diski bu var, bu var, bu var, bu var. D diski olanları çıxıram. Birinci diskin adı gəldi həmişə. Tənbəl 1 qovluğunda. İndi bax C diskində bu tənbəl 2 qovluğudur. Bunu çıxdım. C diskində tənbəl 1 qovluğudur. C diskində tənbəl 2 qovluğudur. Bu da getdi. C diskində tənbəl 1 qovluğu. Bir bu var. Okey. Bir də bu var. Neçə dənə fayl olacaq? Başa düşdüm müəllim. Bildim. Tam başa düşüldü. Bəli, Coderada bir dənə sual var idi. Orada indi Coderaya keçəndə deyərəm müəllim. Elə bildim ona aiddir. Orada axtarışla bağlı olan sual deyirsən. Bəli. 139. 139. Bəli, məndə də 139. Aşağıdakı şəkildə formatlama aparıldıqdan sonra diskdə 6 kilobaytlıq 3 fayl yazılarsa, diskdə nə qədər yer tutduğunu tapın. Bax, formatlamanın nəticəsində burada fikir verin, allocation unit size yazılıb. Bu onu bildirir ki, bizim formatlamadan sonra klasterimizin həcmi 16 kilobayt olacaq. Başa düşüldü? Bu da o deməkdir ki, mən bura 3 dənə 6 kilobaytlıq fayl yazanda hərəsi 16 kilobayt olacaq. Deməli, ümumi həcmi nə qədər eləyəcək? 16-nı vuracağım 3-ə, eləyəcək 48 kilobayt.
Tam başa düşüldü mü? Çıxardıq, bəli mən. Növbəti Salam tapşırıq. müəllim. Əleyküm salam. Orada bəs 195 yazılır və yuxarıda. 195 yazısı capacity, yəni ümumi həcmidir. Diskin həcmi bu qədərdir. Anlaşıldı? Ha, anladım. Bax, burada capacity ümumi həcmdir. Fayl sistemi, disk hansı fayl sisteminə görə formatlanacaq onu bildirir. Bu klasterin həcmidir. Aydın necə? Bəli, bəli, bəli. Bu da ki adı olacaq, yeni diskin adı. Yaxşı. Sonra növbəti. Neçə nömrəli suala baxırıq? 146. 146. 145-ə də baxaq zəhmət olmasa. Tamam. Birinci səviyyədə neçə qovluq var? Bax, bu diskdir. Sonra gəlir birinci səviyyə qovluqlar, aydındır? Sonra gəlir ikinci səviyyə və s. Birinci səviyyədə neçə dənə var? Üç dənə, doğrudur mu? Sonra Dərs orada alt qovluqdur. D diskinin içindəki qovluqda, o da. Dərsi götürməmişəm ki, orada almadır orada. Hə, yox. D diskindən bilavasitə birləşənlər də 1, 2, 3. Bildim mən. 40 neçədir sonra? 44 də var deyəsən, hə? Deyəm. Bura yazmışlar. 44 də var. Şərman Məmməd sual. Deyəm, baxaq. Verilmiş fraqmentə əsasən sistem diskinin adı nədir və dolu sahəsi nə qədərdir? Sistem diski Windows əməliyyat sisteminin işarəsi olandır, budur. İndi 154 GB boşluq, 238 GB da ümumi həcmidir. 238-dən çıxıram 154-ünü. 4, 8, 84 oldu mu? 84 GB doludur. Ümumi həcmi də nə qədərdir? 234 C diski. Növbəti tapşırıq. 46. 146. Sistem diskini format eləmək olmur ayrı qayda ilə. Yəni bu format əmrini icra eləyə bilməyəcəyik. Aydındır? Bəli mənim. Növbəti sual. Müəllim, mən bir dənə 41-ə sual qoymuşam. Onu bir də baxa bilərik. Təbii ki. Diskin məntiqi formatı nədir? O 41, 141 yox, 41. Sadəcə 41. Aha. MS-DOS-da fayl adıdır. Mən burada Y yazmışam, amma cavab S çıxıbdı. Nəyə görə? Null Yəni fayl adı bilirəm. ola bilmir. Null adlı fayl adı ola bilməzsə? Hə, elə bildim o Windows-dadır. Hə, aydındır müəllim. Bildim. %141. Diskin məntiqi formatı nədir? Diskin məntiqi formatı məntiqi disklərə bölünməsidir. Winchester məntiqi disklərə bölündükdən sonra diskin yaradılan sistem sahəsidir. B variantı. Sonra
Salam mənim. Salam. Bir də bizim sınaqda bir sual var idi. Demək, Kumos haqqındaydı. Kumos saat və vaxt tarix sazlamalarını həyata keçirmək üçündür də. Orada iki variant bir-birinə çox yaxın idi. O variantlardan biri hal-hazırda yadıma düşmür, amma niyə o variant deyildi? Bilmirəm, Bəli, mən bir müəllimlərdən də o sual mənim yadımdadır. Y variantı çıxmışdı cavab. Mən də vaxt və sazlamanı götürmüşdüm, amma cavab çıxmışdı ki, daimi yaddaşda yerləşir. O Əslində hər deyirdi ikisi vaxt doğrudur, amma niyə misal üçün oradakı C variantı doğru değildi? Hə, C variantı necə idi orada? vaxt, tarix və ilkin Komisyona. yüklənmə. İlkin yüklənmə Kumosun tərkibində deyil, BIOS'dadır. Hə, məncə də hə, ona görə idi bəli. Mhm. BIOS da ROM-da yerləşir, ROM yaddaşda. Bəs Kumos, Bəli. Kumos da ROM yaddaşda İkisi də yerləşir. bəli, ikisi də ROM-da yerləşir, bəli. Daimi yaddaşın hissələri də olar. Aha. Bəs onlardan hansısa bir-birinin içərisində yerləşir? Yəni Kumos BIOS-un içərisində yerləşir ya BIOS Yox, Kumosda? yox, ayrı şeydə olar, müstəqil. Tam ayrı. Sonra Bunda qurtardı mənim 150-dən sonrası Windows-a aiddir. tamam. Əgər burada heç kimdə qalmadsa, keçək növbətisinə. Əraydan nəyə baxırıq? Müəllim, mənim burada səhvim yox. Heç kimdə səhv? Kimdə varsa Məndə deyil. sizin. Yoxdur ki, burada heç kimdə səhv problem. Kodera. Koderadan nəyə baxırıq? 76. Birinci bölmədə 76, elə mi? Bəli. Ders.txt adlı fayl informatika qovluğunda saxlanılırdı. Daha sonra bu fayl həmin qovluğun daxilində yerləşən kimya adlı başqa bir alt qovluğa köçürüldü. Köçürülmüş faylın yolu hansıdır? Demək, əvvəlcə informatika qovluğundaydı, daha sonra kimya qovluğuna daşındı. Kimya qovluğuna daşındı. Kimyaya qədərki hissə olacaq, amma ders.txt faylı. Ders.txt-nin özü olmamalı da, yolu olanda. Amma bu da ola bilər, bu da ola bilər, bu da ola bilər. Yox, bu ola bilməz. Kimya olan hər ikisi. Kimya olan hər ikisi ola bilər axı. Həmin qovluğun daxilindədir. İnformatikanın daxilində kimya olmalıdır, onda D variantıdır. Həm də yazmışdım A çıxıbdı. A ola bilməz. Faylın yolu deyir. Tam adı demir axı. D Burada bir variantı. neçə testdə səhvlik var Koderada, bu testlərdə. Növbəti. Mənim 35-ə də baxaq. Otuz beş. Deyir ki, faylın tam adı aşağıdakı şəkildədir. Faylın yerini informatika qovluğundakı magistr qovluğuna köçürdükdən sonra faylın tam adı hansı şəkildə olar? Deyir ki, faylın yerini informatika qovluğundakı magistra.
Bu fayldan gedir yəqin ki söhbət. Deməli, D, Kodera, informatika, magistr, xarici dil. Belə olacaq. A variantı. Mən B yoxlamışam, ona görə qaldım. Bəlkə də səhv yoxlamışam. Ola bilər, ola bilər. Hə, Şey də 600. ola bilər, cavab da səhv olmuş ola bilər. Yaxşı. Növbəti sual. 107. Yüz yeddi. Diskdə ümumi 5 fayl var. Bu faylların hamısı diskdə 40 kilobayt yer tutur. Fayllardan 3'ü 7 kilobaytlıq mətn faylı olarsa, digər 2 fayl aşağıdakilərdən hansı ola bilər? Klasterin ölçüsü deyir 4 kilobaytdır. Klasterin ölçüsü 4 kilobaytdırsa, 7 kilobaytlıq mətn faylı 8 kilobayt yer tutacaq. 3 dənə olduğuna görə 3'ü 8'ə vururam 24 kilobayt eləyir. Düzdürmü? 24 kilobayt ümumi nə qədər yer tutublar? 40 kilobayt. 40'dan çıxıram 24'ün eləyir 16 kilobayt. İndi cəmi 16 kilobayt yer tuta bilməlidirlər. Bu da necə ola bilər? 8, 8 ola bilər. 4, 12 ola bilər. Düzdürmü? 8, 8, 4, 12. Bu A variantı olması mümkün deyil. Çünki A variantında bu 12'dir, bu 8'dir. 20 eləyəcək. Burada da bu 16'dır, bu 4'dür. Toplayanda 20 eləyəcək. Anlaşılır mı? Sonra bu 8 olacaq, bu 12 olacaq. Bu da deyil. Bu 8 olacaq, bu 8 olacaq. Toplayanda 16'dır. Elə də budur D variantı. Anlaşılmayan bir şey var mı? Bildim müəllim, çox sağ olun. Sonra növbəti sual. Müəllim, failin yolu ilə failin tam yolu eyni mənanı verir, yoxsa? Yox, faylın tam yolu tam adla eyni şeydir. Bir də bir sınaqdan yenə bir sual vardı, onu demək istəyirdim. Buyur. Demək, S-in qiyməti 293 səhv eləmirəmsə, 60 bal sözü çap olunur, sonra gəlir 3-ə bölünür. I-nin ta ki 30-dan kiçik bərabər olması yoxlanılır. Burada ta ki 2 dəfə şərt ödənir, 3-cüdə şərt ödənmir, dövrədən çıxır. Orada cavab dövrə ta ki 3 dəfə yoxlanılır, səhv çıxmışdı da. O, misal üçün 2 dəfə ta ki ödənir, amma 1 dəfə ödənmir. O dövrənin 3 dəfə ödənməsi demək deyil, yoxsa? 3 dəfə icra olunub deyirsə yanlışdır. Çünki dövr 2 dəfə icra olunub. Dövrün şərti 3 dəfə yoxlanıb deyirsə düzdür. Şərt 3 dəfə yoxlanılır. Amma misal üçün 60 bal sözü də 3 Yox, dəfə çap oradan olunur. 3 dəfə çap olunur, 60 bal sözü. Bəli. Elə bir ki, Ön yoxsul şərtlidir, olun da son əslində. şərtli. Son şərtlidir. Yəni dövrün gövdəsi yuxarıdadır. Əslində yox qolundan dövr eləyir. Yəni 60 bal sözü də 3 dəfə çap olunur. Və 3-cü dəfə çap olunur gələndə ta ki i-nin qiyməti olur 11, şərt ödənmir, çıxır. Orada 3 dəfə ödənmiş olmur. Yəni dövrələrin sayı neçə olur elə olanda? Tam bilmədim necədirsə. Baxım gəlin ona suala. Yaxşı, göndərərəm onu da qrupa. Tamam. Neçə indi? Neçə baxırıq müəllimlər? Məndə yoxdur müəllim. Məndə yoxdur müəllim.
Məndə də yox. Heç kimdə yoxdur ki buradan. Bu bölmədən suallar. Rəhim əmi, axşamınız xeyir. Hər Yeni vaxtın mövzu nə olacaq? elə onu düşünürəm ki, yeni mövzu nə verəcəm sizə. Qoy baxaq görək nə keçmişik, nə qalıb bizdə. Deməli, İnformasiya cəmiyyətinə aid İMİ-nin onun özünə aid test var, yoxsa elə model iş? yollamışam axı informasiya cəmiyyətinə aid. Mən görməmişəm yəni. Hə, Gündüzün köhnə kitabı var idi, onun içindən var. Hı -hı. Qrupda var, olmasa deyərsiz təkrar atım. Deməli, ilkin anlayışları keçmişik, say sistemlərini keçmişik, düzdürmü? Riyazi məntiq keçmişik, modelləşmə keçmişik, alqoritm keçmişik, hə? Bəli, müəllim. Bəli, müəllim. Sonra proqramlaşdırma ayrıca keçirik, onsuz da o heç. Uplogon keçmişik. Xeyr. Xeyr. Yox, keçmişik deyilsən. Proqram təminatı əməliyyat sistemi keçdik. Doğrudurmu? Bəli. İndi olsa ən axırda biraz deyəcək, keçəcək o heç. İnformasiya cəmiyyəti, informasiya təhlükəsizliyi bunları da keçmişik deyəsən, eləmi? Bəli. Bəli. Web proqramlaşdırmanı keçməmişik deyəsən. Web proqramlaşdırma qalıb, alt loqo qalıb və digər mövzular qalıb. Ona gəlin belə eləyək də, bu dəfə sizə alt loqonu verəcəm. Alt loqonu. Onun testini də şeyini də yollayaram indi, videosunu. Ki onu da bitirək. Arada mövzulardan bir dənə proqramlaşdırma qalır da, belə olanda. Bir ofis proqramları qalır, bir də şəbəkələr. Müəllim interneti keçməmişik axı. Bilirəm, keçməmişik. Yuxarıdan gəlirəm də aşağı. Aparat təminatı da qalıb. Bəli. Aparat təminatını da istəyirəm axıra saxlayım. Mövzu biraz şeydir da, böyük nəzəri mövzudur. Nəzəri mövzuları daha çox axıra saxlayaq. İmtahan az qalmış, üstündən keçib əzbərləyə bilək deyə. Deməli, Müəllim. bəli. İndi nə verirsiniz? Upload-onu. Upload-onu, hə. Upload-onu keçək. Burada qalır bizdə web proqramlaşdırma, internet, şəbəkələr 3, verilənlər bazası 4, təqdimat proqramı 5, elektron cədvəllər 6, mətnlərin emalı 7. Bir də qalır aparat təminatı 8. Upload-dan sonra 8 dənə bölməmiz qalır. İnşallah ki, mayın sonuna qədər Dərs onlar... borcunuz da var da müəllim. Həftə içi istəyirsiniz bir gün atarsınız. Şey demək istəyirəm, onsuz da bu gün ayın 27-si də mayın 1-dən hər günə keçirəcəm dərsləri onsuz. Hə, inşallah. Necə istəyirsiniz? Deməli, mayın 1-i 4-cü gündə, mayın 1-dən sonra istəyirəm ki, şey eləyim, həftənin hər gününə keçirdim dərs. İndi dərs cədvəlini atacam. Axşamınız xeyir Rövşən müəllim. Hər vaxtınız xeyir. Sizin dərs vəsaiti kitabını Xırdalanın istənilən kitab mağazalarından almaq mümkündür, yoxsa Vallahi Məhəmməd, dəqiq bilmirəm hara veriblərsə. Çünki mən Aptovaya vermişəm ümumi. Onlar hara paylayıblarsa, harda varsa var, yoxdursa yoxdur. Tapa əldə eləmək bilmirsiniz. menecerə yazmalıyam? Hə, menecerə yazsaz, kömək eləyər sizə, problem yoxdur. Çox sağ olun. Buyurun. Onda mən indi sizə şey yollayım, Upload-onu. Qoyaq. Upload. Müəllim, vaxtınız varsa sizin kitabdan qraflara baxsaq olar. Mən ona indi yolladım, qoy işləsinlər, elə baxaq da olar. Aha, olar mənim. Qrupa indi yolladım. Yanvar qrupuna verəcəksiniz. Nəyi? Sizin kitabdan qraflar qalıbdır. Onunsa hamı buradadır da. Hə, işləmirlər, axı onlar qoşulmurlar, tək mən qoşuluram. Yox, qoşulurlar. Niyə qoşulurlar? O bir müəllimləri qoşulur. Tak, demək belə.
Mənim informasiya cəmiyyəti 11-ci sinif kitabında biraz qəliz deyək. Biz kitabdan istifadə eləməmişik məktəbdə. Oxuyuram, çox qəliz cümlələrlə yazılıbdır. Mən elə bir informatikanı ilk dəfə də oxuyuram. Onlar lazımdır bizə, yəni onu öyrənmək. İnformasiya cəmiyyəti. Yəni ilk başlıqdakı bölmələr 11-ci sinifdən. Mən kitabda verdiklərimi öyrənsiniz, bəs eləyəcək. Var da sizdə kitab. Bəli. Hə, Oradan oxuyum. oradan oxusan bəs eləyəcək. Yox. Aha, bunu da yolundur. Çıxaq Rövşən müəllim, yoxsa necə? Hə, siz çıxın, mən materialları yollayım qrupa. Yadımdan çıxmamış. Oldu. Gecəniz xeyrə Hamısını qalsın. atım. Sonra elə olur. Müəllim, növbəti hazırlıq nə zaman? Növbəti hazırlıq. Bizə neçənci? 3-cü gün deyil dərsimiz. Bəli, Hı -hı. 3-cü gün olacaq inşallah. oldu. Çox sağ olun. Sağ Gecəniz olun. xeyir. Xeyir qəş. Rövşən müəllim, olar bir dənə sual verim? Buyurun, təbii ki. Bayaq siz sonuncu haftanın sınağı işləyirdim. Orada bir sual var idi ki, FAT-a görə NTF-si daha sürətli olsa da informasiya təhlükəsizliyi aşağıdır. Bir də var NTF-də FAT-a görə təhlükəsizlik yüksək olsa da sürət aşağıdır. Yəni mən onu başa düşmədim. Bilirəm, indi NTF-si də Windows, amma yəni belə tipli sual, belə çaşdırıcı sual ola bilər bizə imtahanda. Yəni elə dəqiqliklə oxumam lazımdır. Vallahi tam olaraq deyə bilmərəm ki, olar olmaz. Amma hər ehtimala qarşı öyrənmək yaxşıdır da. Onun üçün onu seyirə vermişəm. Sınağın içinə salmışam. Ki, ən azından izah eləyəndə yadda qalar da. Onda hansı təklif doğruydu? Çünki düzdür, bilmədim. FAT-a görə NTF-si daha sürətli olsa da informasiya təhlükəsizliyi aşağıdır. Hə, çünki NTF-sin içində əlavə bir şey də var. Xüsusi bir əlavə modul var da belə. EPS deyirik ona. EFS. Ha belə. O təhlükəsizliyi daha yüksək səviyyədə qoruyur. Amma işləmə sürəti baxımından FAT daha sürətlidir. O da səbəb nədir bilirsiniz? Standart halda FAT-da 32 kilobaytlıq klasterlərdən istifadə edirlər. NTFS-də 4 kilobaytlıq klasterlərdən istifadə edirlər. Klasterin həcmi böyük olanda işləmə sürəti artıq olur. İndi bu miqə bir dəfə qəbula düşüb sual kimi. Necə? FAT-la NTFS-i yox, S-i müqayisə eləyirdi. Klasterin həcminin böyük-kiçik olmasını. Klasterin həcmi nə qədər böyük olursa, informasiyanı yazma, oxuma sürəti o qədər yüksək olur. Bir var ki, məsələn, faylı daha az hissəyə bölüb oxuyursan, bir də var ki, daha çox yerə bölürsən, elə oxuyursan. Yəni, əsas məsələmiz odur. Aydındır müəllim, çox sağ olun. Buyurun. Belə, indi mən qalan materialları da ataq. Neçə saniyə. Müəllim, sizin kitabı sizdə yoxdur, hal-hazırda sifariş olunsa müəllimə maraqlanırdı. Var, nə yoxdur? Günay müəllimə, onda siz buradan sifariş verə bilərsiniz müəllimlə. Var. Yazıb müəllimə şeyə. Bəli, kitab almaq istəyir. Hə, problem yoxdur. Şeydən menecerə yazsın, kömək eləyəcək, narahat olmasın. Bax, bunu da seçdik. Upload'un bütün materiallarını attım qrupa. İndi inşallah onu işləmək. Bir də əlavə seyin testi var idi. Mənim kitabımdan modelləşdirmə testi var idi. Onu da işləmək lazımdır. İnformasiya sistemləri modelləşdirmə ikisi bir yerdədir.
Belə, kimdəsə qaranlıq qalan, aydın olmayan, başa düşülməyən nəsə varmı? Desin, təkrar baxaq. Yoxdur yəqin ki. Boşuna vaxtınızı almayayım. Oldu o zaman. Ha, bir də bir şey üzr istəyirəm. Qoy bir dənə şey deyim. Sizə sınaqlar yollamışam, amma ən son hansı sınağı yollamışam bilmirəm. Bir dənə onu mənə kömək eləyin. Mövzu sınaqları işləyir deyə sizlə. Mövzu sınaqlarından mövzu sınaqlar. Ən son hansını işləmişik müəllimlər? Kimin yadındadır? Mən son 2 sınağı mən işləməmişəm, onun əvvəlkiləri işləmişəm. Yox, mövzu sınaqlarını deyirəm. Ha, sırf bu qrupa qoşulanlardan. Ən son nə işləmişik yadıma sala bilmirəm. Ki, ən son nə atmışam sizə ki, bir dənə sınaq yollayardım, onu işləyəriz. Bugün yeni sınav olub deyəsən. Yox, o ümumi sınaq. O ümumi sınaq qrupunu demirəm, mövzu sınağı. Mövzu sınaq 1-i yollamışam, bu heç. Mövzu sınaq 1. Bir də mövzu sınaq 1-i işləmişik deyəsən burayla, hə? Aha, bəli, məncə də. Çünki bir dənə o görsəndi, başqa heç biri yox idi. Yoxdur. Tamam, onda mövzu sınaq 2-nə yollayım sizə işləməyə. Bunun vaxtını 1 saat eləyək, hər dəfəsində şikayət eləyirlər mənə ki, vaxtımız çatmadı. Sınavda yollayıram sizə, bunu da işləyək. Keçdiyimiz hissələrə, mövzulara aiddir, ilk mövzulara. Elə indi boş vaxtımız var zaten, oturaq işləyək. Yaxşı müəllimlər, gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın. Gecəniz xeyrə qarşı. Oldu. Sağ olun müəllimlər.